Rıza Şah yaxçıdır ya pis idi? Biz bu videoda Rıza Şahın yaxçılıqlarını və pisliklərini deyəcək. Sonuç alacaq ki, bu Rıza Şah dərkol yaxçıdır ya pis idi? Baxın, əvvəldə yaxçılıqlarla başlayaq. Rıza Şahın yaxçılığını tapmaq biraz çətin işdir. İndi siz internetdə Google-da axtara bilərsiniz ki, iqdamat Rıza Şah nədir çertopet sözlər gətirir ki, yaxçı cəlbə verilir. Dərhal ki, o cür deyil. O sözlər ki, deyiblər nədir? Rıza Şah deyir ki, sənaye bais olur ki, sənaye İranda tərəqqi tapsın. Rəbti yoxdur. Rıza Şahın yerinə bir dənə hər hansı fərd də gəlsəydi, lazım da şahlıq bilər. O sənaye öz seyri təbiisin qabağa gələcəkdi. Və ya belə siz deyəsiniz ki, sənaye gətirdi İrana, sənaye qaza gətirib İrana. Bərq, otomobil, hər nə mənə də bir-bir saymayacağam. Hər nə mənə o zaman Avropada modern texnoloji var idi, qacar gətirirdi İrana. Və o cürdə deyildi ki, deyəsiniz, o bizat gətirdi, bizat əvəzində verirdi. Yox. Həmin modernizasyon halətində gedirdi qabağa qacar. Bəs sənət Rıza Şah rəbti yoxdur. Başlanğıcı, kilit vurulmağı, açar salmağı qazara rəbti var. Rıza Şah fəqət gəldi qacarın işin, qalanın getdi qabağa. İkinci söz işləyirlər və yalandır. Rıza Şah həm rahan sərasəri qurub. Bu da müsbət deyil. Birincisi rahan Rıza Şah qurubdur, güzəydən günəyə gedibdir. Dərhal ki, onda batıdan yaxşı doğuya getsəydi həm xəzinələr az olacaqdı, həm sudi ki, bu ölkəyə gələcəkdi daha çox olacaqdı. Güzəydən günəyə getdi. Niyə? Buna görə ki, ingilislə Şuravi ilə bir-birlərinə irtibatda olurlar. Və ya bir savaş idi, ingilis testlər ilə belə mühimmatına para şumala. Və hətta birinci rahəni də Rıza Şah vurulubdu. Birinci rahən yenə qacar zamanı vurulubdu. Amma bu Təbrizdən fikrim Zulfa arasındakı olan rahəndir. Və üçüncü mordi müsbət Rıza Şah deyilən həm danışqah sürədir. Danışqah Tehrandan qabaq işim yox idi, Rəb Rəşidi zət ayrı, Əmir Kəbir Darülfünunza düzəlmişdi, onlar əslən onlar cəhənnəm, onlar ayrı. Danışqah Xarəzmi varımızdır ki, baxa bilərsiniz və tarixi dərvaqə benası qoşulmağı Tehran danışqahından dallıqdır və qabaqlıqdır. Bir dana təhcə müsbət nöqtə Rıza Şah demək ola bilər. Bu da ki, ərteş qoşdu, milli bir ərteş qoşdu. Bu da əlbəttə bizzat da çorladı və zülm elədi mərduma, icbari sərbastlığı gətdi və indiyəcəndəki indidir, hələ Cümhuriyyət İslamı eləyəmir Rıza Şahın o barasını yuya. Ki, bir dənə dəli idi Rıza Şah, daşı salıb quyuya, hələ o quyudan çıxardamırlar. Sərbastlığı gah azaldırlar, istəyirlər, qət eləyərlər. Görə bax, bir dəli salıb hələ quyudan daşı çıxardamırıq. Bəs o Rıza Şah dəvəqə ərteşi biraz modernizasyon elədi, o da sərbastlığı icbari eləməklə şu nöqtə müsbətində sildi. Mənfi nöqtələrinə keçsək Rıza Şahın, Rıza Şah gəldi hicab barəsində bizi bilirik da məmnu elədi. Hicabı kollən o istədi silsin, aradan aparsın. Və bu hicab aradan aparmanın çoxlarına zülm oldu. İkinci mövrid türkü bastaqların yandırmağı idi. Rıza Şah bilirik bir dənə nicatpərəst adam idi. Gəldi kollən faslara görə Fərhəngistan, əslən Fərhəngistanı Rıza Şah gəldi dərvaqə İranda qoşdu. Ki, bütün Farsıdan sonra ayrı dildə olan sözcükləri silirdi, olan yerinə fars sözcük qoydu. Bu yaxşı deyil, İran ki, neçə qovmdan, neçə eldən cürənibdir, bütün ellərə dərvaqə tohin eləməkdir. Bu işlər, bu iqdamatın dərvaqə türkü bastağını yandırmaqla, Fərhəngistan qoşmaqla bais olur ki, türklərlə faslar və bütün əqvam İranda bir-birlərinə düşmən olur. Bəs indi, əgər İranda qovmların içərisində düşmənçilik vardı, Rıza Şah bunların müqəssiridir. O birisi mورد bəzi əşairi intixabı halətdə xəli silah elədi. Hansı əşairi? Türkə mərbut olan əşairi gəldi, xəli silah elədi və kütlər və faslara mərbut olan əşairin tüfəklərini bilələrini saxlatdı. Bu yəni mənə, yəni elə bilələrini deyə səni küt və səni fas get türkləri həmlə elə, onları öldür. Bu da bir ayrı mənfi nöqtədir Rıza Şah. Rıza Şah gəldi ticarəti xaricini enhisar halətində saxladı dövlətə. Baxın, bilirik ki, kapitulasyon ölkələrdə, onlar ki, nizamlar kapitulasyon halətindədir. Və o birisi mورد Rıza Xan gəldi ticarəti xaricini enhisar halətində saxladı dövlətə. Baxın, bilirik ki, sərmayedarı ölkələrdə, onlar ki, nizamlar sərmayedarı halətindədir. Xüsusi dərvaqə bizim müəssisələrimiz vardır, şirkətlərimiz vardır. O xüsusi şirkətlərin də rişələri, kökləri elə həmin bu tacirlərdir, xüsusi tacirlərdir. Rıza Şah gəldi bu tacirləri öldürdü və bais oldu ki, İranda sərmayedarı bir rejim cürənməyə və onun yerinə diktatori bir rejim cürənər. Dərvaqə bu işlə bais oldu ki, diktatori rejim İranda qoşular. Və həmçinin o qanunu əsası ki, məşrutədə biz qan tökmüşdük ona görə, onu kolən aradan apardı və diktatori rejim gəldi qabağa Rıza Şah.
Baxın, xülasədə mən bu cür deyim. Rza xanın yaşayışı iki yerə bölünmüşdü. Yarısı getdi Hitleri gördü. Dərvaqa Hitlerə məğlub idi, Hitleri söydü, Hitlerin yolunu getdi. Və diktator bir halət oldu. Yarısından sonra getdi Atatürk'ü gördü. Onda bizə özünə gəldi, bizə adam oldu. Atatürk'ü hələ görəndən sonra başladı ölkədə modernizasyon bərnamələr qabağa apardı.